Yeni sözler öğrenmeye hazırsınız. Eğer hazırsınızsa onda dəftər qələminizi götürün və bilmədiyiniz sözləri yazıb öyrənin. Nəzərə alın ki, mütləq onları cümlədə istifadə etmək lazımdır ki, həmişəlik yadınızda qalsın. İndi eşidəcəyiniz sözlər bundan sonraki dərsdə dinləmə mətnində olacaq. Birinci söz outfit. Outfit. Outfit geyim, libas deməkdir. Cümlədə She bought a new outfit for her friend's birthday party. Yəni o, dostunun ad günü şənliyi üçün yeni bir libas aldı, yeni bir geyim aldı. İkinci söz waste. Waste isim kimi tullantı, zibil, amma fiil kimi xərcləmək, sərf etmək deməkdir. Məsələn, don't waste your time. Yəni vaxtını boş yerə sərf eləmə. Avoid. Avoid yəni çəkinmək, uzaq durmaq və ya qarşısını almaq. Məsələn, you should avoid eating late at night. Yəni gecə vaxtı yemək yeməkdən çəkinməlisən, uzaq durmalısan, gərək uzaq durasan. Növbəti söz fatigue. Fatigue nə deməkdir? Yorğunluq, taqətsizlik. After working all day, she felt extreme fatigue. After working all day, she felt extreme fatigue. Yəni bütün gün işlədikdən sonra o özünü çox yorğun hiss etdi. Növbəti söz uncertainty. Uncertainty yəni qeyri-müəyyənlik, nəyəsə əmin olmama. There is a lot of uncertainty about her future. Yəni onun gələcəyi haqqında çox qeyri-müəyyənliklər var. Yəni bilinmir gələcəkdə nə olacaq, necə olacaq. Impression, təəssürat. Məsələn, her speech made a strong impression on everyone. Feil kimi təəssürat yaratmaq, təəssürat oyatmaq make an impression deməkdir. Yəni onun nitqi hamıda güclü bir təəssürat oyatdı.